layihəsi bu günləri Sumqayıt şəhərindədir. Sumqayıt şəhəri bizə o qədər əzizdir ki, Çalışdığımız Dünya TV elə Sumqayıtda yerləşir. Əziz tamaşaçılar, bu günləri Sumqayıtın gəzməli, görməli, əylənməli, yeyib içməli məkanları ilə sizi tanış eləməyə gəlmişik. gedək! Gedək! Hara gedək layihəsi hardadır? Sumqayıtda ən böyük uşaq əyləncə mərkəzində əylənməyə gəlmişik. Gedək, Gedək! gedək əylənək. Əgər sürətli maşın sürmək istəyirsinizsə, gəlin Sumqayıtda olan Fan World-ə. Sənin xəbərin var ki, burada həm uşaqlar, həm böyüklər üçün kafe lunch da fəaliyyət göstərir. Nə gözəl, onda əylənəndən sonra rahat yemək yemək olar, hə? Hə, yemək yemək olar, bəli. Nə? Çayımız yemək də gəlir. Sağ ol, ya. Əyləş. Deyirəm ki, 20 ildir mənə söz verirsən ki, mənə maşını alacaqsan. Allahın bir dənə oyuncağını almamısan, Sən o günləri demədim ki, mən pul yığıram, yaxın 20 ildə sənə ən bahalı maşını alacam. Bu dəqiqə Ruçnoy buraxacağım, qeyb uçacaqsan o tərəfə, sakit dayan. Rusnoy mənim əlimdə daxı elə bil. Görürəm elə, Hə. sakit. Sağa, sağa. Sola. Sən. Yalnız 6 yaşından yuxarı uşaqlar üçün. Bu əyləncədən istifadə edə bilər. Gedək. Hə, gedək, gedək. Əyləncə mərkəzində bonuslar davam eləyir. 20 manat yükləyəndə 3 manat bonus gəlir. 30 manat yükləyəndə 7 manat bonus gəlir. Deməli, 40 manat yükləyəndə 12 manat bonus gəlir. 50 manat yükləyəndə 20 manat bonus gəlir.
Əyləncə mərkəzində Feyz Art da fəaliyyət göstərir. Uşaqlar istədiyi, sevdiyi obrazları canlandıra da bilirlər. Gəlin baxağın. Baxaq. Elnur bəy, xaricdə atstatla tibbi təhsil almaq olarmı? Təbii ki, xaricdə attestatla tibb təhsil almaq mümkündür, hansı ki, Özbəkistan, Qazaxıstan, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədə. Sadəcə hal-hazırda ən yaxşı təkliflər Özbəkistandan gəlir, hansı ki, həm illik təkliflər, illik təhsil haqqları çox aşağıdır, həm xidmət haqqları, həm yaşam xərcləri. Ona görə də bugünkü gündə bizə ən çox gələn müraciətlər Özbəkistan üçün tibb təhsili üçün gəlir. Diplom hansı şəkillərlə tanınır? Diplom tanınma şərtləri Təhsil Nazirliyinin, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin qoyduğu tələblərə uyğun olaraq oxuduğu ölkənin daxilində giriş-çıxışları müəyyən olunmuş şəkildə notifikasiya aparılır. Hansı ki, bir tələbə oxuduğu ölkənin belə deyim, sərhədləri arasında minimum oxuduğu vaxt ərzində, təhsil müddəti ərzində 4 ay qalmalıdır. Təbii ki, biz tələbələrimizə bunu daha yüksək sayda deyirik, 5-6 ay qalsalar diplom problemsiz şəkildə tanınır. Ancaq seçdikləri universitetin lisenziyasının və akkreditasiyası olmağının belə deyim, çox böyük önəmi var, çox böyük önəm daşıyır. Ümumi ixtisaslar haqqında nə deyə bilərsiniz? Digər ümumi ixtisaslar hansı ki, menecment, biznesin idarə olunması, maliyyə, məsəl üçün dənizçilik, havaçılıq, bunların hər biri bizim təhsil şirkətimizdə rəsmi nümayəndəlik olduğumuz universitetlər tərəfindən tələbələrimizə təklif edirik. Hansı ki, Ukraynada havaçılıq, Qazaxıstanda, Ukraynada dənizçilik, bunun yanı sıra Özbəkistan, Qazaxıstan, Türkiyədə menecment, biznesin idarə olunması, iqtisadiyyat yönümlü ixtisaslar və yaxud da televiziya kimi, marketoloq kimi ixtisasların hər birini tələbələrimizə təklif edirik. Elnur bəy, xaricdə təhsil almaq istəyənlər hərbi möhlət ala bilərlərmi, qardaş? Təbii ki, qanunvericilikdə hərbi möhlət verilir. Sadəcə olaraq hərbi möhlətin verilməyi üçün uyğun şərtlər lazımdır. Hansı ki, tələbə yalnızca əyani şəkildə gedib universitetdə dərslərdə iştirak eləməlidir. Yəni bunlar əgər pozulursa, birmənalı olaraq hərbi möhlət verilmir və hərbi möhlətin verilməməsi ilə də bağlı şirkət məsuliyyət daşımır. Biz tələbələri yönləndiririk əyani şəkildə universitet oxumağa. Onlar əyani şəkildə dərsə getməlidirlər. Yox, bunu əgər etmirlərsə hərbi möhlət verilməyəcək və hərbi möhlət verilmədiyi üçün də birmənalı olaraq biz məsuliyyət daşımırıq. Next Edu Təhsil Mərkəzi. Sumqayıtı gəzdik, dolaşdıq, dedik ki, bir müayinə də olmaq istəyirik. Maraqlandıq ki, ən gözəl klinika harda ola bilər, bizə Mirror klinikasını göstərdilər. Bəli. Sağlamlıq hər şeydən önəmlidir. Elə ona görə də biz Amillə birlikdə bu klinikaya gəlmişik. Gedək görək, burada həkimlər bizi necə qarşılayacaq. Gedək. Klinikanın içərisinə daxil olduqda gördük ki, çox gözəl, səliqəli və təmizdir. Həm də steril və gigiyenik cəhətdən çox yaxşıdır. Gəl gedək baxaq görək. Gedək bax. Doktor, dermatoloji kabinetin işi nədən ibarətdir? Dəri xəstəlikləri, dırnaq və tük problemləri olan pasientlərin son müasir protokollara uyğun müayinə və müalicəsi aparılır.
Gəldik klinikanı gördük, həqiqətən də gəlməyə dəyərmiş. Klinika ən son müasir avadanlıqlarla təchiz olunubdur. Gedib orada baxa, hamil oradadır. Sumqayıtda gəzdik, əyləndik bulvarda, getdik, çay içdik. Birdən yadımıza düşdü ki, harda ləzzətli qutab yeyə bilərik. Elə ona görə də oradan buradan soruşduq. Hamı dedi ki, Sumqayıtda bir dənə dadlı qutab verirlər. O da ki, Flagman restoranında. Gedək qutab yeyək, görək biz deyən dadlı qutab varmı burada? Getdik. Yoxdur, gəl gedək. Mən çox yerdə ət qutabı yemişəm, öz də burada bir başqadır, qəşəkdir. Pendirlə deyə özlə. Sən də nədir? Ətlə də öz də bu. Mənə deyirsən ki, Bakılı qızıyam. Sənə Bakı qutab bişirəcəm, amma bişirməmsən. O gün bişirmədin. Hansı gün? O gündə bu boydana 5-ni birdən yedin. Yadıma düşdü. Orada sən mənə qutab bişirdin, əti mənə çəkdirdin. Soğanı mənə doğratdırdın. Nə bilim, yağı mənə vurdurdun, xəmiri mənə yoğurtdurdun. O məni öldürdü, o xəmiri yoğurmağım. Əllərim bu boralara qədər xəmir olmuşdu. Əsas odur, pişirmişəm, yedim, bəsindir. Şükür elə. Nəyi sən bişirdin? Hər şeyi mən hazır elədim. Sən götürüb qoydun sazın üstünə, bəs salam. Əsas odur, pişirmişəm də. Fərqi nədir ki, yedin də. Deyirəm, bu Flagmanın qutabı var ha. Çox superdir. Dəhşətdir. Mən çox bəyəndim də. Həbbi, elə mən də deyəsən gələn dəfə dostlarımı yığıb gətirəcəm bura. Kim? Dostlarımı da, sinif yoldaşlarıma. Mən ölmüşəm be ya. Mənə gətir də, dostlarımı nöş gətirirsən. Sən dostlarla gələ bilərsən. Kariyerdə işləyən dostlar, pardon qalarım. Nə olacaq, qutabı da yeyirik. Həqiqətən də bu qarın qutabı hər yerdə yaxşı olmur. Amma Flagman restoranının qutabı bir başqadır da. Mənim də xoşuma gəldi, çox xoşuma gəldi. Qarın qutabında bir başqa cür bişiriblər. Deyə gəldi, balqabaqla düyü qutabı. Daha neysə, o göyərti qutabı. Düyü də öyle, bu göyərti qutabıdır, göy. Yaxşı da, nə olub? Nə olub, bilmədik də. Yiysən Allah, ye. Sən elə bilməyə danışırsan. Balqabaq ye, balqabaq, lazım olar. Nədir, üstü. Doğrudan da çox dadlıdır da. Dadlıdır, çox dadlıdır, çox. Pendirlisi, ətlisi, göyərtili qutabı tamam başqadır da. O gün olsun sən də belə bişirəsən mənim üçün. Sonda onu demək istəyirik ki, qutab yemək istəyən Flagmana gəlsin. Hal-hazırda gəlmişik Mirror Klinikasının 2-ci filialına. Bu filialda da uşaqların gündəlik yaşam, nitq və inkişaf mərkəzi fəaliyyət göstərir. Gedək, tanış olaq. Sən özü də lazımdır, gəl. Siz uşaqlarla hansı problemlər üzərində işləyirsiniz?
Mən mərkəzin psixoloq olaraq uşaqlarla aqressiya, disleksiya, inkişaf problemləri, davranış problemləri üzərində çalışıram. Xanım, bizə maraqlıdır. Sensor inteqrasiya nədir? Salam, mən bu mərkəzdə sensor inteqrasiya üzrə çalışıram. Uşaqların gündəlik həyatda daha rahat və müstəqil fəaliyyət göstərməsinə kömək etmək üçün çalışıram. Məşğələlərimiz oyun əsaslı olur və hər uşaq üçün fərdi proqram qurulur. Məqsədimiz uşaqların diqqətini, hərəkət bacarıqlarını və duysal problemləri aradan qaldırmaq və bu prosesdə valideynlər kömək etməkdir. Sizə bu işinizdə uğurlar arzulayırıq. Validə xanım, mərkəzdə nə kimi fəaliyyətləriniz var? İlk öncə mərkəzimizdə günlük yaşam xidməti mövcuddur. Digər xidmətlərimiz isə duyu bütünləmə, loqoped və psixoloqdur. Onunla yanaşı reabilitasiya və fizioterapiya xidmətlərimiz də mövcuddur. Xanım, günlük yaşam mərkəzinizdə uşaqların fiziki inkişafında necə dəstək olursunuz? Biz psixoloji və pedaqoji baxımdan işləyirik, özünə xidmət bacarıqlarını inkişaf elətdiririk, müalicə bədən terapiyası, qrup və fərdi dərslərimiz mövcuddur. Uşaqların inkişafı üçün nə məsləhət görürsünüz? Salam, mən mərkəzin loqopediyəm. Uşaqlar üçün ən vacibi 3 yaşına qədər mavi ekran, yəni telefonun, televizorun olmamasıdır. Bu nitq inkişafı üçün ən böyük təsiri göstərir, belə deyərdim. Daha çox valideynləri ilə vaxt keçirməyi, sosiallaşmağı, parklara getməyi, qumlarla, torpaqlarla, yəni bizim keçirdiyimiz uşaqlıq kimi, uşaqlıq keçirmələrini tövsiyə edirəm. Sizə müraciət edən pasientlərə necə kömək edirsiniz? Bizə müraciət edən pasientlərdə əzələ gücünü, fiziki aktivliyini və özlərinə inam hissinin formalaşmasında köməklik göstəririk. Bununla da Sumqayıt bölümümüz sona yetdi. Bundan sonra görək hara gedək?